Oğrular evdən 35 min manat pul və 300 qrama yaxın qızıl oğurlayıb. Daha sonra mənzili yandırıblar. Zərər çəkmiş belə iddia edir. Pulu götürüb, qızılı götürüblər, yandırıblar, evi itirmək üçün çıxıblar. Martın 21-də Bakının Nizami rayonu Elşən Süleymanov küçəsində 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın hadisəsi baş verib. Evi yanan şəxs pulunun və qızıllarının oğurlandığını iddia edir. Ev sahibi Seyfəddin Cumerdov hadisə baş verən gün Şirvan rayonunda olduğunu deyir. Dərhal Bakıya qayıdan zərər çəkənin sözlərinə görə yanğından sonra nə zinət əşyalarını, nə pul, nə də onlara aid iz tapa bilib. 35 min dəyərində pulum olub, bircə dənə də 100 dollar olub içində. 300 qrama yaxın da qızıl olub. Pullar falqalı sumkanın içində idi. Falqada bildiyimizə görə yəni çox gec yanan bir şeydir. Qızıllar da, qızılın qalıqları olsun. Mən oğurluqdan şübhələnirəm. Qızıl və pulun olduğu rəfdəki köynəklər yanmayıb. Əslində onlar külə dönməli idi. Necə ola bilər ki, deyə düşünən ev sahibi şübhəli məqamların olduğunu qeyd edib. Yəni pulumun, qızılımın olduğu yerdə mənim yanacaq heç bir əşyam yoxdur. Yəni sırf da yanğın oradan başlayıb. Mən oradan şübhələnirəm ki, pulumun, qızılımın olduğu yerdə mənim yeni aldığım, yəni internet üzərindən vurulduğu köynəkləri var idi. Yəni onlar sağ-salamatdır. Hər şey yanıb, qızıl yanıbsa, kül olubsa, pul yanıb, kül olubsa və başqa artıq mənim paltalarım ki var idi, onlar da yanıb, yəni yararsız hala düşübsə, ən azından bunların bir qismi də zədələnərdi, yararsız hala düşərdi. Və pəncərəmdə atverka izlərinin müşahidə olunması yəni məni çox narahat edir. Çünki 2 gün əvvəl mən o pəncərələri şəxsən özüm təmizləmişəm. Orada atverka izlərini müşahidə etməmişdim. İndi isə gəldim səhəri günü, evə yanğının baş verən gün səhəri günü gəldim özüm baxış keçirdim. Gördüm yəni orada atverka izləri var. Blokun pəncərəsindən keçilib içəri, atverka ilə pəncərədən daxil olunub mətbəxə, mətbəxdən yataq otağından götürülüb və yandırılıb. Qeyd edək ki, hadisə yerinə ekspertlər baxış keçiriblər. Yanğının dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən Xəzər xəbərə bildirilib ki, vətəndaşın kirayə yaşadığı evdən pul və zinət əşyalarının oğurlanması, evə müdaxilə edilməsi ilə şübhələr üzrə iddialar araşdırma predmetidir. Yanğınla əlaqədar aidiyyəti dövlət qurumları müvafiq araşdırma aparır. Minayə Zamanova, Yusif Kərimli, Ramil İbrahimov, Xəzər xəbər.